bilirsənmi, Yusif əleyhissalam quyuya atılanda neçə yaşındaydı? Uşaq idi. Doğma qardaşları onu öldürmək istədi. Sonra quyuya atdı. Sonra qul kimi satıldı. Sonra günahsız olduğu halda illərini zindanda keçirdi. İllərini, qardaşım. Amma bir dəfə belə demədi ki, ya Rəbbim, bu nə ədalətsizlikdir. Çünki bilirdi ki, Allahın planı onun ağlının dərk edə biləcəyindən böyükdür. Və sonda nə oldu? Misirin xəzinələrinin sahibi oldu. Allahın onu atdığı quyu, əslində onu taxta aparan yol idi. İndi sənə deyirəm, sən bugün hansı quyudasan? Hansı zindandasan? Fərqi yoxdur. Allah səni oradan da çıxaracaq. Amma bir şərtlə, ümidini kəsmə və ona güvən.